İlk 6 sualımız listədə suallar olduğu üçün 7-ci sualdan başlayaq. My friend and his cousin reading the same books for a week. Zaman istəyir bizdən. İlk olaraq my friend and his cousin hissəsinə baxırıq. Görürük ki, cəmdə verilib. Ona görə xəbərimiz də cəmdə olmalıdır. Baxırıq ona görə cəmdə olan yalnız variantlarımıza. Was təkdədir. Has təkdədir. Is təkdədir. Has-been də təkdə olduğu üçün tək doğru cavabımız have been doğru cavab. 8-ci sualımızda. To donate ehtiyac içində insanlara xüsusilə pul vermək, to value dəyər vermək, to defend müdafiə etmək mənasındadır. A-da kimisə və ya nəyisə hücumdan qorumaq. Bu defend sözümüz oldu, dediyim kimi. B. Ehtiyac içində olan insanlara xüsusilə pul, nəyisə vermək. Bu da donate sözümüz olduğu üçün tək doğru cavabımız Y variantı düzgün cavabımız. 9-cu sualımıza baxaq, keçid edək. 9-da da zaman sualıdır. Baxırıq burada zərfimizə. Baxırıq ki, next Sunday verib. Yəni gələn bazar günü. Ona görə gələcək zaman axtaracağıq. Meet present simple'dır. Meet present simple'dır. Have met present perfect zamanımız. Met past simple zamanımız olduğu üçün tək doğru cavabımız will meet gələcək zaman. 10-cu sualımızda plural nouns, yəni cəmisini istəyir. Baxaq variantlarımıza. A-da step təkdədir, progress təkdədir, addım və inkişaf deməkdir. B-də knowledge, bilik təkdədir, mice cəmdədir, lakin tək bir tərəfimiz cəmdə olduğu üçün götürmürük. Army cəmdədir, ordu. Food təkdədir, cəmi fitdir. Deməli, yazım, görün. Cəmi əgər belə bir söz verilsə, məsələn, feed. Bu düzgündür, cəmdədir. Cəm istəsək. C səhvdir, ona görə D. Woman cəmdədir. Trousers da həmişə cəmdə olur, təki yoxdur. Düzgün cavabımız başlayın. Düzgün cavabımız D variantımız. Y variantına da baxaq. Yenə də children cəmdə uşaqlar, person təkdir. Cəmi isə onu da yazaq. People düzgün variantdır. Deməli, baxırıq 11-ci sualımıza. 11-ci sualımızda nə deyir? Article mövzumuzdur. Our children go to school by bus. Bunu demək olar ki, bütün müəllimlər əzbər öyrədir ki, by bus, by train kimi sözlərdə article işlənməz. Sözün özündən işlənir. Ona görə artiklesizdir. Go to school-da müəyyən bir yer olmadığı üçün sadəcə məktəb deyil, bilmirik hansı məktəb. Ona görə burada da article işlənməz. Y variantımız düzgün cavabdır ona görə. Baxırıq 12-ci sualımızda. 12-ci sualımızda bizə cümlə qurmaq istəyir. Baxırıq article işlənmiş ismimizə. Yəni burada hansıdır? The boys. Sonra fail bizə lazımdır. Yəni xəbərimiz. Xəbərimiz də have been playing olur. 5 yəni. Bir dəqiqə, bu da yazıla bilmədi. Have been playing olur. Have been playing olur. Daha sonra nə lazımdır? Nə oynayırdılar? Tenis. Harda oynayırdılar? At the stadium. Zərfimiz və for 2 hours. 3 və 2. Düzgün cavabımız da A variantımız. 13-cü sual. We got 2 package and of them were from Nick. Burada bizim bura söz qoymağımız üçün baxırıq birinci bu hissəyə, yəni bu təkdədir yoxsa cəmdədir? Baxırıq ki, cəmdədir. Ona görə cəm qəbul edəni qoyacağıq burada variantlardan. Every özündən sonra birincisi of işlətməz. Ona görə bunu birbaşa çıxırıq. İkinci olaraq da was-la işlənir. One da həmçinin. One of them was from Nick olsaydı, was olsaydı. Düzgün cavab buydu. Each of them. Each də həmçinin was-la işlənir. Ona görə bu da düzgün cavabdır. No of them birincisi deyilməz. None işlənər. Ona görə bu da səhvdir. Tək düzgün cavabımız was. Both of them were from Nick. Hər ikisi Nickdən idi. Baxaq sonra 14-cü sualımıza. 14-cü sualımızda nə deyir bizə? Preposition mövzumuz. Proud, afraid. Bu demək olar ki, hamının əzbərlədiyi prepositionlardandır. Hər yerdə işlənən bütün suallarda. Düzgün cavabımız ofdur. Məsələn, he was proud of, Ben is afraid of.
Düzgün cavabımız ofdur. How many interrogative sentence. How many pieces of furniture did they buy? Düzgündür. Həm köməkçi, həm feilimizin özü düzgün işlənib. How many pieces of ona görə biri götürürük. How many pieces of furniture were bought? Bu da passive voice ilə işlənmiş cümləmizdir. Ona görə burada mübtədamız, yəni ismimiz yoxdur. Düzgün şəkildə də işlənib. İkini də götürürük ona görə. Üçüncü, how many pieces of furniture bought they? Burada birinci cümləmizdəki formatda olmalıydı. Çünki burada bizim mübtədamız var. Mübtədamız işlənib. Ona görə 3 səhv götürülür. 3 səhv götürülür. İçləri çıxırıq. Dördüncü sualımız. How many pieces of furniture they bought? Bu da yenə dediyim kimi. Birdəki format düzgün formatdır. Ona görə düzgün deyil 4-də. Qalır hansı variantımız? B variantımız. 16-cı sualımız. Bu kimi suallarda biz conjunction'ı düzgün qoymağımız üçün cümlənin mənasını bilməliyik. Baxaq nə deyir? Today the weather is fine. The students are going for a walk. Bugün hava yaxşıdır. Tələbələr, şagirdlər gəzintiyə gedirlər. Hər iki tərəfdə görürük ki, müsbət mənalı cümlədir. Yəni hər iki tərəf biri mənfi, biri müsbət deyil. Və baxırıq conjunctionların tərcüməsinə. But amma deməkdir. Although baxmayaraq ki deməkdir. Though bu da amma baxmayaraq ki deməkdir. Orada və ya yoxsa. So isə beləliklə nəticədə müsbət mənalı bir conjunctionımızdır. Və hansı uyğun gəlir burada? Təbii ki, so uyğun gəlir. Niyə o birislər uyğun gəlmir? Çünki əgər bizim bir tərəfimiz mənfi mənalı olsaydı, bu zaman biz though, although bunları işlədə bilərdik. Məsələn, desəydik ki, baxmayaraq ki, hava yaxşı idi, onlar gəzintiyə çıxmadılar. Desəydik, although ola bilərdi. Amma burada gördüyümüz kimi hər iki tərəf müsbət mənalıdır və onlar gəzintiyə çıxırlar. Düzgün cavabımız da B variantımız so. B variantımız so. 17. No one expected the producer about his plans. Burada baxan kimi həm variantlara, həm cümləmizə baxırıq ki, complex object mövzumuzdur. Complex objectdə də ilk feilimizə baxırıq. Expect. Expect də özündən sonra yalnız to ilə işlənən feillər tələb edir. Və biz ABC-ni avtomatik görən kimi silməliyik. Çünki bizim əsas feilimiz bunlar deyil. Əsas feil expect-dir bizdə. Biz sadəcə gerund qoyacağıq, tanımlayacağıq. Qalır D-Y variantımız və burada da dediyimiz kimi yalnız to ilə olan işləndiyi üçün doğru cavabımız Y. 18. Her hair is as her mom's. Biz as, not so, as gördüyümüzdə adi dərəcə sifət qoymalıyıq, adjective qoymalıyıq. Ona görə shorter, the shortest bunları qoymarıq. Yəni baxırıq ki, variantlarımızda da təkcə doğru cavabımız B-dir. Qalan hamısı the shortest, most short, more short. Bunlar da doğru cavabımız ona görə B olur. 19-cu sualımız. Passive voice istəyir burada da bizdən. Cümləmizə baxaq. How do you make vanilla ice cream? Mübtədamız hansıdır? You. Tamamlığımız hansıdır? Vanilla ice cream. Tamamlığı hardan tapırıq? Tərcümə edirik, əgər tapa bilmirsinizsə. Baxırıq. Sən vanilla dondurmasını necə edirsən? Dondurmasının tamamlığın şəkilçisi də orada. Ona görə tamamlığımız vanilla ice cream olur. Zamanımız da do-nu görürük burada. O da present simple zamanın göstəricisidir. Variantlarımıza baxaq. How vanilla ice cream is made? Tamamlığımız düzgün verilməsinə baxmayaraq is made. Burada is qabağa keçməliydi. How is vanilla ice cream made olmalıydı. Ona görə A-nı çıxırıq. How was vanilla ice cream made? Burada was'dur əsas yanlışımız. Niyə? Çünki zamanımız əsas cümləmizdə present simple'dır, lakin bu keçmişə çevirir. Ona görə səhvdir. How is vanilla ice cream made? Burada dediyim kimi A variantında da düzdür bu. How vanilla ice cream made? Burada R verib. Səhvimiz budur. Çünki bizdə təkdədir ismimiz. D-ni də çıxırıq ona görə. How is vanilla ice cream being made? Zamanımız sadə, yəni present simple olduğumuz üçün been qoyulmamalıdır, yəni. Been səhvdir orada. Ona görə Y variantımız da səhv cavabdır. Cavabımız C oldu. 20. My first day at work wasn't very good. I have made mistakes. Burada
Biz bunlardan birini seçmək üçün cəmləmizi yenə tərcümə edirik. Baxırıq nə deyir? Mənim iş yerindəki ilk iş günüm, belə deyək, ilk iş günüm çox da yaxşı deyildi. Mən yəni çox da yaxşı deyildi deyirsə, çoxlu səhvlər etmək olmaz. Mən çoxlu səhvlər etdim. Very few nədir? Çox az. Yəni həmçinin bu ismimizə baxırıq. Görürük ki, bu sayılandı, countable-dur. Yəni uncountable-ların işlənənləri qoymayacağıq. Very few çox az deməkdir. Ona görə çıxırıq. A little bir qədərdir, lakin uncountable nounlarla işləndiyi üçün bunu da çıxırıq. Too much çoxlu deməkdir, lakin bu da yenə də uncountable nounla işlənib, ona görə mistakes-in yanına qoya bilmərik. Few da çox az deməkdir. Countable-ların işlənməsinə baxmayaraq məna olaraq düzgün gəlmir. A lot of-dakı həm uncountable, həm də countable-la işləndiyi üçün düzgün cavabımız a lot of olur. 21-ci sualımız. Əsiz modal verb işlədirik. Əsiz English is excellent. You find a good job. Burada da birinci tərcüməsinə baxın. Onun ingilis dili yaxşı, çox yaxşı olduğu üçün belə deyək. Çox yaxşı olduğu üçün o iş tapacaq. Ya da tapa biləcək. Bu kimi tərcümə edə bilərsiniz. Tərcümə edə bilmirsinizsə, baxırsınız variantlarımıza. Has işlənməsi üçün yanında to olmalıdır. Ona görə has-ı çıxdıq. Hasn't to belə bir yəni formamız yoxdur. Hasn't to belə işlənməz. İnkarlıqla yanında to. Ona görə C də çıxır. Doesn't have olması üçün düz formatdır əslində. Lakin burada da to olmalıdır. Ona görə D-ni də çıxırıq. Won't be able da düzdür. Lakin burada da yenə deyirəm to olmalıdır. Yeni də çıxırıq. Tək düzgün cavabımız nə olur? Will be able to. Yəni tərcümə etməmişdə baxdığınız variantları tutarsınız. 22. Exclamatory sentencelərə baxırıq. What an amazing places are they? İlk baxışda görürük ki, düzgündür əslində. Amma sonradan görürük ki, places cəmdə verib və əvvəldə də article işlədib bizlə, tək ismin artiklını. Ona görə səhvdir. Biri çıxırıq. A-la B gedir. What an amazing place it is. Bax, bu düzdür. Ən işlədib, təkdə isim işlədib, düzdür. 2 olmayanları çıxırıq. Qalır C variantımız. Yenə də 4-ə, 3-ə, 4-ə, 5-ə də baxaq. How amazing places are they? Bu niyə səhvdir? Çünki how amazing the place is. A-dan əvvəl article işlənər, həm də ki o quruluşuna uyğun gəlmir ha-onun. Ona görə 3 düzgün deyil. How amazing the place is. Bu düzdür, tam quruluşundadır. Adverb işlənər, sonra bu tip işlənər tam düzdür. How amazing place is it? Bu da səhvdir. Niyə? Yenə deyirəm, quruluşuna ziddir. How amazing the place is desək, tam doğru bir quruluşdur. Cavabımız C olur ona görə. Baxaq mətnimizə. Mətnimizi oxuyarsınız. Təbii ki də oxumusunuz. Baxaq 23-cü sualımıza. The passage is mainly about. Biz mətnin nə haqqında olmasını tutmağımız üçün ilk cümlədən belə mən sizə deyim ki, burada bilinir ki, nə haqqındadır. Buradan bura indiyə kimi oxusanız, görərsiniz ki, mətnin tam məğzini orada deyir. Damal is a traditional dance performed by the Sikh community in Gujarat, India. Tərcüməsi nədir? Damal Indiya, Gujaratda Sikh cəmiyyət tərəfindən rəqs olunan bir ənənəvi rəqsdir. Və bu da mətnin tam deməli məğzidir, mövzusudur. Baxaq burada variantlarımız. The traditional dance of the Sikh people. Bu düzgün cavabımızdır. Əslində obislərə də baxaq yenə də. Hunting wild animals in Gujarat. Gujaratda vəhşi heyvanlar ovlamaq. Bu sadəcə bir hissəsində deyilir, yəni bir cümlədə deyilir. Ona görə bunu götürə bilmərsiniz. Gathering harvest from the fields. Sahələrdən yığmaq. Bu da yəni ki, tam mövzusu necə bu ola bilər? The dancers costumes at the festival. Festivaldakı rəqqasların kostyumları. Bu haqqda da deyil, yəni rəqs haqqındadır. Specific features of African music. Afrikan musiqisinin müəyyən xüsusiyyətləri. Bu da deyil. Yalnız damaldan danışırdı orada. 24-ə baxaq. Hansı düzdür? Damal is a modern type of dance in India. Damal İndiyada müasir tip bir rəqsdir. Lakin burada deyir ki,
traditional dance, yəni ənənəvi. Ənənəvi isə neçə ildən bu yana gələn bir rəqsdir. Ona görə çıxırıq ana. B. Dancers try to break coconuts with their hands. Deyir ki, rəqqaslar deməli kokosları öz əllərlə qırmağa çalışırdılar. Lakin burada deyir ki, the dancers throwing coconut up into the air and breaking it with the head. Yəni başları ilə qırırlar. Bu da səhvdir ona görə. Baxırıq C-mizə. The clothing of the dancers is dark. Burada isə deyir ki, colorfuldur. Baxaq, harda yazılıb bu? Deməli, the dancers usually paint their face and wear colorful deməli tam altına çəkək, wear colorful clothing. Buradadır. Sonra Damal is always performed at sunrise. Yalnız gün çıxanda deyir. Amma burada qeyd olunub ki, moonlight'da, yəni ay batımında da olar, ay olanda da, yəni gecə vaxtı da olar. Sonra Damal combines African and Indian music traditions. Damal Afrika və Hindistan musiqi adət-ənənələrini özündə birləşdirir. Bu isə düzdür. Çünki ilk paraqrafımızdan bu bilinir. Deyir ki, deməli, burada deyir ki, some of their African traditions have also been preserved. Yəni ki, özündə saxlayır. Afrika adət-ənənələrini də özündə saxlayır. 25. The city people düzgün davam etdirmək. Rejected following Indian customs. Hindistan ənənələrini davam etdirməyə imtina elədilər. Lakin bu belə deyil. Həm Afrikan var idi, həm öz adət-ənənələri. Səhvdir. Refuse speaking the Indian language. Lakin burada yazıb ki, although they have səhv çəkdim. Although they have adapted the language. Adapted nədir? Yəni öyrəşdilər. Deməli danışırlar bu dildə. Ona görə B də səhvdir. Performed Damal after bad hunting. Lakin orada deyir ki, bad hunting yox, successful hunting. Baxın burada qeyd olunub. Cities after returning from successful hunting of wild animals. Budur cavabımız. Səhvdir daha doğrusu. C-ni də çıxırıq. Have kept some African traditions. Have settled in Gujarat recently. Dedi cavabımız. Have kept some African traditions. Düzgün cavabımız budur. Orada qeyd olunub çünki. 26-cı sualımız. What do the farmers do when their crop is ready? Deyir ki, fermerlər onların məhsulu hazır olanda nə edirdilər? Burada they pray to God for their crop. Onlar məhsulu üçün Allaha şükür edirdilər, dua edirdilər. Yəni yazıb, düzdür. Çünki burada yazıb ki, they bent down. Dəqiqə dairə deyək, göstərim. Yazıb ki, they bent down in the field and baxın. Dəqiqə. They bent down in the field, make a half circle around the crops and thank God for the crop they get. Thank God for the crop they get. Yəni Allaha təşəkkür edirlər ki, aldıqları bu məhsula görə. Bir düzdür ona görə. They throw a coconut up into the air. Bayaqki sualda da göstərdiyim kimi onlar var idi, yəni kokosu havaya atırdılar və başlarıyla sındırırdılar. 2 də düzdür ona görə. İkinci sualımız da düzdür. Cavab C'dir. They burn peacock feathers on fire. Lakin burada var ki, peacock feathers onlar geyinirdilər. It's their clothing. 4. They bent down in the shape of half ring. Burada half ring değildi, half circle idi. 27-ci sualımıza baxaq. Deyir ki, sinonimi yaz. To maintain. To maintain nədir? Saxlamaq. Burada da, deməli, çox da eləmişəm, ona görə bunları silək. Burada da preserve sözü var. Baxın. Preserved. Düzgün cavabımız some of their African traditions have also been preserved. Bəzi Afrikan adət-ənənələrini özündə saxlayır, yəni. Preserve yazmalısınız bura. Yazıq. Bir dəqiqə. Preserve. Bu söz. 28. Deyir ki, 3-cü paragrafdan being the only one of his kind. Növünün tək tipi, yəni növünün tək örnəyi mənasında olan söz 3-cü paragrafdan. 3-cü paragrafa baxırıq. Görürük ki, burada var. A unique furniture.
daha doğrusu a unique feature. Yəni ki, qeyri-adi xüsusiyyət. Qeyri-adi nə deməkdir? Yalnız ondan bir dənədir. Ona görə cavabımız unique olur. 29. During the reign of kings. Damal deyir ki, ən azı iki söz dəyişməklə davam elətdir cümləni. Bu cümləni də tapırıq. Deməli, burada göylə altına xətt çəkilmiş cümləmizə baxın. Burada. Bura kimi. Ruler sözünə kimi. Bunu deyir dəyiş. Nə yaza bilərik? Damal was the main yerinə yaza bilərsiniz. Məsələn, baxaq. Main yerinə yaza bilərsiniz. Essential. Yaza bilərsiniz. Cümləni yazaq. Məsələn, was the essential və ya major essential source of amusement, entertainment əvəzinə amusement yaza bilərsiniz. Davamında yeni qala bilər. Sonra yaza bilərsiniz for the rulers yerinə yaza bilərsiniz leaders. Rulers də idarə edənlər, leaders də idarə edən deməkdir, eyni mənadadır. Yəni 3 sözü dəyişmiş olduq artıq. 30-cu sualımızdakı belə yer yoxdur, amma belə yaza bilərəm. Deyir ki, which dance is your favorite one and why? Hansı rəqs sənin ən sevimlindir və niyə? Bunu yazaq. Məsələn, hara yaza bilərik? Məsələn, yaza bilərsiniz ki, bir dəqiqə, yaza bilərsiniz ki, my favorite dance is, tutaq ki, damaldan yazım mən. Siz hip hop falan da yaza bilərsiniz. Damal because it makes me feel energetic. Sonra nə yaza bilərsiniz? Deyir səbəbini açılır. Because it makes me feel energetic and I can after that I can focus on my lessons. I can focus on my lessons. İndi tam yazılmadı. On my lessons. Bu 3 cümlə oldu məsələn, yaza bilərsiniz. Nə yazdıq? My favorite dance is damal because it makes me feel energetic. After dancing və yaxud da yaza bilərsiniz. After dancing I can focus on my lessons properly. Düzgün fokus ola bilirəm. Nə deməkdir? Budur. Yəni bu cür 2025-ci il sınağı idi bu. Məncə bu cür düşsə yaza bilərsiniz.